Səməd Vurğun Gəray bəy obrazın lokal çərçivədən, yəni kənd, kəsək, el, oba çərçivəsindən böyük göstərmək istəyib. Amma buna nəsə tərəddüd eləyib, yoxsa istəməyib, qorxub, çəkinib, bunu bilmirik. Nə mənada deyirəm? Biz filmdə o Gəray bəyi bəy kimi görsək də, bolşeviklərin onu devrilməsini, onunla mübarizəsini bir kənd çapında gedən sinfi mübarizə kimi görürük. Amma əsərdə Səməd Vurğun bir çox yerdə 18-20-ci ildə Azərbaycanda olmuş Azərbaycan Xalq Cümhuriyyətinə qarşı mesajlar ötürüb. Onu xatırladıb. Hansı kontekstdə xatırladıb? Nə mənada xatırladıb? Bu başqa bir şeydir və indi mənim sizə açacağım söhbət də Komsomol poeması əsərində Xalq Cümhuriyyətini Səməd Vurğunun necə təsvir etməsidir. Həmin bu səhnə filmdə görürsünüz, o Gəray bəyin mülkündə gəlib tamaşa göstərirlər. Həmin hissədədir. İndi gəlin əvvəlcə filmdə həmin yer necə göstərilir, qısaca onu izləyək. Ondan sonra əsərdə həmin hissəni Səməd Vurğun hansı maraqlı cümlələr və ifadələrlə yazıb o yeri oxuyacağam, siz də dinləyəcəksiniz. Gəray bəy qonaq gəlib bizə bugün. İndicə özünüz görəcəksiniz. Bəy pərdanın dalında oturub sizi gözləyir. Bəyimizin əziz qonaqları da gəlir. Aralarında İngilis də var. Burada bir cümləlik atmaca var filmdə. Görürsünüz, deyir ki, bəyimizin əziz qonaqları var, aralarında ingilislər də var. İngilis də var. İngilis nə idi? Mən inanmıram ki, Sovet dövründə bunu baxan adamlar bu mesaj tutsun. İngilis o zaman bizim Xalq Cümhuriyyəti, Rəsulzadə və onun böyükləri daxil olmaqla Sovetlərin təqdimatında onlar İngilis casusu, İngilislərin əlaltısı kimi təqdim olunurdu. Filmdə o yer bir kəlmə ilə ifadə olunub ki, bəyimizin, yəni Gəray bəyin İngilis qonaqları da var. İndi isə biz oxuyuruq əsərdə Səməd Vurğun həmin kənddə qurulan teatrda qonaqları ilə söhbətin necə təqdim edir. Siz xoş gəlmisiniz, əziz qonaqlar, deyərək Gəray bəy açır məclisi. Ona cavab verir başqa birisi. Gəray bəy, deyərək gözlər süzülür, əllərdə titrəyən qədəhlər gülür. Yaşasın parlaman, yaşasın millət. Açılır ortada bir rəsmi söhbət. Ayağa qalxaraq ministr Elxan, indi hansı naziri, AXC hökumətinin hansı nazirin burada Elxan kimi təqdim edir, mən bilmirəm. Elxan deyir, siz bilirsiniz ki, dəyişir zaman, dəyişir hər şeyin əvvəlki halı, belə bir zamanda ayıq olmalı. Filmdə gördünüzdə nə deyir amma? Deyir ki, afrist olmalı. Əsərdə deyir ki, ayıq olmalı. Hərçəndi məhv oldu 26'lar, yenə də Bakıda o izdiham var. Bu bir axındır ki, baş alıb gedir, indi kəndlərə də sirayət edir. Deyirlər kəndliyə verilsin torpaq. Arpa yeyənlərin iştahına bax. Gəray bəy hirslənib yerindən durur, əlini stolun üstünə vurur. Ay kişi, bir dayan, mən ölüm bir dur. Torpağı neyləyir öküzsüz muzdur. Öküz də istəyir, qoyun da, at da, başqa biri Gəray bəyə cavab verir. Yox, bir arvad da, yox, bir məni də, bəli, səni də. Hətta deyirlər ki, parlaman gərək, əlini hər şeydən tamam üzərək, versin hökuməti bolşeviklərə. Yəni mülkadarlıq ölsün bir kərə. Hay hay qəribədir dünyanın işi. İndi isə, dəyərli tamaşaçılar, Gəray bəyin başqa bir qonağının çıxışına qulaq kəsilək. Bu türk dilində çıxış edəcək. Yəni bugünkü Türkiyədəki qardaşların dilində. Niyəsin siz bilirsiniz? Çünki bolşeviklər həm də cümhuriyyəti Türkiyənin oyuncağı sanırdılar. Ona görə burada indi bir çıxış eləyən şəxs Paşa, yəqin ki Nuru Paşanın obrazıdır ya Ənvər Paşanın obrazıdır, bilmirəm. İndi türk dilində görün Gəray bəyə nələr deyir.
Evet efendiler, çarxın gerdişi qocaman türklüyə gülmüyor çoxdan. Ümid kəsməyəlim atılan oxdan. Vatan laləzərdir, millət pürvüqar, onun göylər kadar amelləri var. Ayrılıq öldürür milləti hər an, saatlar vurduqca yetişiyor zaman. Ayrılan kuvvələr birləşməlidir, vatan bir torpağa yerləşməlidir. Burada bu paşanın dilindən birlik çağırışı edilir. Yəni deyir ki, ayrılmışıq, Türkiyə ilə Azərbaycan ayrılıb, biz birləşməliyik. Deyib Səbri Paşa qılınca baxar. Səbri Paşa qoyub Nuru Paşanın adını. Başından tüstülər, dumanlar qalxar. Çoxalır həsrəti, çoxalır yası, axır xəyalından nöyüt dəryası. Yəni Türk paşaları Osmanlı Azərbaycanın xilası üçün yox, onun nefti, qazı üçün gəlib, yazır Səməd Vurğun. Nöyüt kəmərləri düzəlib yola, axıb tökülürlər düz İstanbula. Sonra davam edir sözünə Elxan. Elxan da dediyim kimi kim idi? Xalq Cumhuriyyətinin hansısa naziridir. Bilmirik kimi nəzərdə tutub. Ölçülər götürür indi parlaman, ən əvvəl Bakıda bütün qoçular, şəhərdə izdiham salanlar ki var, onları axtarıb tapacaq həmən. Ayırar başını dərhal bədəndən, işçilər mədəndən hey qovlarlar, axırda susmağa məcbur olarlar. Aralıq bir qədər keçmədə sərin, indi də türklərin, ermənilərin ortasına gərək ziddiyyət salaq. Yəni erməni müsəlman davası salaq deyir Xalq Cumhuriyyətinin naziri ki, ara qarışsın, millət bir-birinə girişsin, biz də işimizi rahat görək. Kəndin yoxsulları hər kəsdən qabaq, qoyun silahlanıb girsin meydana, əlləri çatmasın özgə bir yana. Qırışsın cəbhədə onların başı, təki böyüklərə, bəylərə qarşı bir də baş qaldırıb deyinməsinlər. Onlar da qırmızı geyinməsinlər. Malades, yaşasın belə parlaman. Gərək bəy bu sözü dediyi zaman əlindən hədəfi düşüb tökülüşür. Niçovo deyərək balaca gülür. Çox qəribədir ki, Gəray bəyi həm də rus dilində danışdırıb Səməd Vurğun Komsomol poemasında. Yenə də tamaşadan bir hissə. Ayağa qalxınız, şeyximiz gəldi deyə Gəray bəyin səsi yüksəldi. Qalxdılar baş vurub oturan zaman Allahın elçisi, yəni şeyximiz, əlində Quran, gəldi o məsləki kömürdən qara. Bir göyə boylandı bir insanlara. Hər kimin qüvvəsi varsa qolunda, bugün din yolunda, millət yolunda, keçsin öz canından, öz var yoxundan, tanıyaq onları bilək yaxından, görək tanrısına düz çıxan hanı, vətənin uğrunda tökülən qanı, mələklər öz yaşıl qanadlarında qaldıracaq göyə tanrı yanına, deyib o məsləki kömürdən qara, bir göyə boylandı bir insanlara, ağarmış saçları dağda qar kimi, ürəkdə həsrəti, dərdi var kimi, sallanıb başını dayanmış İmran, bükülmüş qaməti sanki bir kaman, qorxub çəkinməyir o cəbhələrdən, fəqət gözlərinə görünür hərdən, evində az qalan çılpaq yavrusu, başından sel kimi daşır qayğısı, üşüyür varlığı az qalır dona, gedib şeyxə tərəf yalvarır ona. Hərçəndi Allahın hökmü səndədir, bir bölük külfətin gözü məndədir. Təkəm, köməksizəm, uşaqlar körpə, onların gözündən yaş səpə-səpə, uzaq bir səfərə getmək olarmı? Qanun deyiləndə mərhəmət varmı? Gəray bəy qaşını çəkib yuxarı, yerindən oynayır İmrana sarı. Şübhəsiz haqlısan, tələbindəsən. Söylə nə etmək ki, dağılır vətən. Bilirəm gənclikdən sən qəhrəmansan, biraz da millətin halına yansan, Allaha xoş gedər qalar uşaqlar, onların mən kimi kətxudası var. Əlindən gələni əsirgəmərəm. Bu halı seyr edən çarpapaq Kərəm, çatıb qaşlarını hirsindən yenə gülür bığ altından Gəray deyənə.
Qaranlıq, boğucu bir yaz gecəsi, ayın da rəngində sarılıq vardır. Ətrafı tutmuşdu topların səsi, matəmə dönmüşdü gecənin ardı. Ayın da rəngində sarılıq vardı. Başqadır bu gecə gərayın halı. O öz kefindədir, dəmlidir əlan, deyir. Demək ki, millətin var istiqbalı, deyib gülümsəyərək ministr İlxan yenə də səslənir. Gümüş bakallar, yenə də sərxoşca qəhqəhələr var. Gəray bəy, doğrudan əhrimənsiniz. Gələr bir zaman ki, bu hünərlə siz də keçərsiniz düz parlamana. Bu şöhrət yaraşar hər qəhrəmana. Sağ olun, möhtərəm və böyük İlxan. Bəlli ki, hökmünü verəcək zaman. Əlimdən gələni əsirgəmərəm. Xüləs, sizə çatdırdığım bu hissədə bilmirəm nə dərəcədə müvəffəq oldum. İstədim ki, sizə 26'lar poemasında bizim parlamanın, Xalq Cumhuriyyətinin Səməd Vurğunun qələmindən hansı formada göstərildiyini nəzərinizə çatdırım. Filmdə təəssüf ki, həmin yer, həmin məqamlar barəsində heç bir kəlmə deyilməyib. Ümumən əsər barəsində danışmaq istəmirəm. Burada həm də onu gördünüz ki, Gəray bəyə deputatlıq, parlamentə düşmək vəd olunur. Amma nə əsərin özündə, nə filmdə, yəni əsərin ana məzmununda Gəray bəyin deputat olmaq və s. kimi bir azarı yoxdur. O, kənddə göstərilən tamaşada senariləşdirilmiş hissələr idi. Sizə oxudum. Əsər yenə deyirəm ki, oxumağa dəyər, bolşevik kimi riqqətə gəlmək üçün yox, bir tarixi, bir ədəbi material kimi maraqlıdır, diqqətinizi çəkəcək. Gənclər, nə bilim, başqaları oxuya bilərlər. Filmlərdə çoxlu paralellər, təzadlar tapmaq olar. Məsələn, mənim diqqətimi çəkən məqamlardan biri oldu ki, o məscidə ki, iti bağlayan var idi, Mirpaşa. Filmin özündə də siz görürsünüz ki, onu yoldaşları tənqid eləyirlər orada o hərəkəti elədiyinə görə. Bir var, obrazı elə göstərəsən ki, bu kobud adamdır, köntöy adamdır, yaxşı hərəkətlər eləmir. Amma Səməd Vurğun həm də öz sözləri ilə elə bil əsərə müdaxilə eləyərək o məscidə it bağlayan Mirpaşanı acılayır, aşağılayır. O hərəkətinə görə yox. Ümumiyyətlə, onu mənfi xarakterli insan kimi göstərir və bir məqam da var orada əsərdə. Filmdə mən o hissəyə heç toxunulmur. Əsəri də birinci dəfə idi oxuyurdum. Cəlalı Sevil xanım İrəvanlı yazır ki, Elxan deyəndə Xanxoyski nəzərdə tutulub. Çox doğrudur Sevil xanım. Elxan deyir, yəni Xanxoyski. Çox dəqiq. Heç ağlıma gəlməmişdi. Təşəkkür edirəm. O məscidə iti bağlayan Mirpaşa barəsində Səməd Vurğun çox alçaldıcı şeylər yazır. Yəni göstərir ki, o təkcə belə dinə qarşı radikal mövqe tutmayıb. Həm də onun bir insan kimi naqis əməllərindən söz açır. Söz yayan, şayəbaz kimi qiymətə verir. Özü də çox ağır, həssas bir mövzuda. Məsələn, əsərin axırında Cəlalın ki sevgilisi olur, Humay. Cəlalın ölümün eşidir, xəstəhal olur, ürəyi gedir və bu zaman, yanlış xatırlamıramsa, Bəxtiyar gəlir onu ayıltmaq üçün qucağına götürür, nə bilim, su səpir onun sinəsinə, üzünə filanı və bunu o Mirpaşa dediyimiz obraz görür və dərhal deyir, qaçır kəndə şaya yaymağa ki, bax, öz dostunun nişanlısına qarşı bu güya orada nələrsə eləyir.